BMW mühərriki ilə Le Mans yarışını qazanan McLaren 1980-ci illərin sonlarında McLaren Formula 1-dəki uğurlarını silsiləli bir yolla yollara daşımaq istəyirdi. McLaren F1 layihəsi firmanın ilk hiper avtomobili kimi planlaşdırılmışdı və dövrün ən sürətli və ən qabaqcıl avtomobillərindən biri olmalı idi. Layihəyə rəhbərlik edən Gerdon Morse yüngül və güclü atmosferik V12 mühərrik istəyirdi. O əvvəlcə Honda və Ferrari ilə danışıqlar apardı, lakin heç biri istədiyi parametrlərə cavab vermədi. Nəhayət BMW-nin şöbəsi bu çağırışı qəbul etdi. BMW McLaren üçün tamamilə yeni bir mühərrik hazırladı. Avtomobil 6.1 litrelik V12 mühərrikdən 627 at gücü və 650 Nm tork alırdı. 0-dan 100-ə isə 3.2 saniyədə çata bilirdi. Mühərrikin ağırlığı isə sadəcə 266 kq idi. Bu mühərrik o qədər güclü və etibarlı idi ki, sonradan McLaren F1 yarış versiyası olan F1 GT-R modelində də istifadə olundu və Le Mans 24 saat yarışı kimi böyük yarışları qazandı. Son olaraq videoya like ataraq kanala abunə olmağı unutmayın.